Herkese salamlar. Bugünkü videomuzda Unreal'da RPG tutorial serimize devam edecek. Ve bu videoda daha önceki videolarda size söz verdiğim kimi artık database'imizi kuracağız. Hansı ki bizim silahlarımızın bütün value'larını rahat bir şekilde akses alabileceğimiz database olacak. Bütün bu prosesi belə deyək, eləyə bilmək üçün də bizə fərqli belə deyək, asset tipləri ilə işləyəcəyik, fərqli variable tipləri ilə işləyəcəyik. Bunu öncədən deyim. Deməli, ilk öncə gəlirik content qovluğumuzun daxilinə və content qovluğumuzun daxilində yeni bir qovluq yaradacağıq. Bu qovluğumuzun adı equipment sistem olacaq və bir dənə tez yazım. Daxil olur equipment sistemimizin içinə və təkrardan right click vurub blueprint klassları açırıq. Və burada bizə deməli, burada yox, çox üzr istəyirəm. Right click vururuq, buradan blueprint'e gəlirik və buradan structure yaradırıq. Və adını qoyuruq s_weapon. Çünki bizim silahlarımızın strukturu burada olacaq. İndi structure'ımızı açırıq və böyüdək bu şəkildə. Deməli, structure'ın daxili bu şəkildə görsənir. Və biz bura hər dəfə yeni elementlərimizi əlavə edəcəyik və onların hamısını və bir növ array kimi düşünün, amma arraydən fərqli bir elementdir bu. İndi gələk ilk tooltipimizə, deməli, ad verməliyik. Baxın, görürsünüz, tooltip olduğu burada görsənir. İlk tooltipimizin adını, deməli, name qoyaq. Çünki bizim, bir saniyə səhv yazdım. Name. Bizim silahımızın sahib olacağı, belə deyək, parametreler olacaq. Bu aiddir onun adı, damage'i, required level'ı, nə bilim, icon məsələn qoya bilərik. Bunların hamısını da burada qeyd etməliyik. Ad olduğu üçün də, ad təbii ki də boolean yox, string olur. Gəlib təkrardan bir dənə də add variable edirik və bu variable'ın adında biz gəlib damage qoyacaq. Bir saniyə, mən biraz səhv yazıram deyəsən. Aha. Damage qoyacaq və damage olduğu üçün də onun value'su floatdadır. Float olacaq. Damage'dən sonra bizə lazımdır required level. Çünki bəzi silahlar olacaq ki, biz onu ən başdan belə deyək də götürə bilməyəcəyik. Müəyyən bir level keçməliyik ki, ondan sonra onu götürək və level olduğu üçün də təbii ki də value'su integer olmalıdır. Daha sonra biz bura icon əlavə edə bilərik. Belə deyək də equipment sistemimizdə, inventarimizdə, databazamızda ya da belə deyim, necə adlandırırsınızsa, bizim silahlarımızın ikon da olsa yaxşı olar. Və təbii ki də biz burada gəlirik texture 2D tapdım. Texture 2D-ni assign edirik. İkondan sonra bizə static mesh lazımdır. Bizim hansı adlı silahımızın hansı mesh olduğunu biz görə bilək deyə və buradan da gəlib elə static mesh yazırıq. Static mesh. Assign edirik. Save eləyək. Type, bir də type əlavə eləyək. Silahımızın type'ı. Bu sizin olacaq. Məsələn, silahımız melee-dimi, yoxsa short range, long range-dimi, bunları müəyyən eləmək üçün type qoyaq. Hələ ki static mesh qalsın. Çünki biz bura melee ya da range yazmaq üçün əlavə databazdan yaratmalıyıq. İndi gəlib onu yaradarıq. Neyse, bunu save eləyək. Qalsın. Gəlirik təkrardan content qovluğumuzun daxilinə, equipment sistem qovluğumuza. Burada təkrardan gəlirik blueprint hissəsinə və enumeration'a. Enumeration'ımızın adı da qoyacaq weapon types. Weapons yazacaqdım. Weapon types daha məntiqlidir. Enumeration nədir? Bizim belə deyək də bütün burada yaradacağımız hər şey ümumiyyətlə array kimi ya da bir ardıcıllıq risk kimi görməyə çalışın, amma o deyil, yəni tip o deyil, amma onun kimi görməyə çalışın. Enumeration'da bizdə struktur kimi eyni şey görəcək. Öz içində birdən çox belə deyək, hər şeyi storelayacaq. Qısaca belə izah edeyim. İndi məsələn biz burada add enumerator edirik. Display name gəldi, gördünüz. Display name'ə mən gəlirəm buraya yazıram. Melee weapons. Bayaq dedimi type məsələsi. O type'ları indi düzəldirik biz burada. Bir dənə daha əlavə edirik və
olur. Ranged weapons. Birini daha əlavə edirik. Məsələn, bizim mən burada səhv yazdım. Bizim inventarimizdə armorumuz ola bilər. Yəni geyinə üstümüzə. Shields mütləq bir saniyə. Shields. Aha. Bu qədər. Məncə bu qədərini eləməyimiz kifayətdir əslində. İndi təkərdən structure-mızın içinə daxil oluruq və bu hissəyə indi mən istəyirəm ki, yaratdığımız enumeration'ı bir saniyə. A-weapon types. Görürsünüz? Bunu assign edirik və save edirik. Artıq bizim type'ımızın özünə bağlı olacağı hansı belə deyək, tipi olduğunu özü tapdı. A-weapon types'ı götürdü avtomatik. İndi başqa heç nə dəyişmirik. Burada da hər şeyi olduğu kimi saxlayırıq. İndi təkərdən gələk və equipment sistemimizin içində bir blueprint daha yaradacaq. Daha doğrusu bir structure daha yaradacaq. Bu structure'da olacaq s_slots. Bizim slotlara ehtiyacımız var. Bu slotlarda necədir? Bizim bir dənə data table'ımız olacaq. Həmin data table'dan da biz elementləri tək-tək çağıra biləcəyik. Həmin çağıra biləcəyimiz elementlərin də özü üçün bir dənə slotu olmalıdır. Biz bunu bunun üçün yaradırıq. Burada tooltip'in adını gəlib elə item qoyaq. Çünki onsuz da weaponların içində itemları biz saxlayacaq da. Bu hissədə onun type'ına da bir saniyə. Data table row handle qoyuruq. Bununla da bitirdik işimizi. İndi təkərdən gəlirik equipment sistem rolumuzun daxilinə. Right click vururuq. Və səhv eləmirəmsə, burada. Burada data table'ımız olmalıdır. Buradaymış. Və data table'ı biz buradan gəlirik. S_weapon'ımızı tapırıq. Çünki bizim weaponlarımız data table'ımızı əmələ gətirəcək. Hansı structure-ın içində nələri yığacaqsa, data table'ımızda nələr olmağını istəyirsə, onu assign edirik. Biz gəlib bir dəfə weapon structure-ımızın içində nəyəsə dəyişəndə, avtomatik data table'da da o dəyişəcək. Və data table'ımızın adını DB, belə deyək də, database weapons qoyuruq. Save eləyək. Düz yazın adına, open eləyək. İndi open eləyəndə, burada gördüyünüz kimi hələ heç bir şey görsənmir. İndi biz gəlirik buradan add edirik və yeni bir row yarandı. Bir saniyə, buranı biraz belə eləyim. Hər şeyi rahat görün. Baxın, görürsünüz. Name, row name haric, name, damage, required level, icon, static mesh type. Bu bizim burada düzəltdiklərimizdə. Avtomatik data table'ımız onu özünə götürdü. İndi biz gəlib burada bu hissəni adını dəyişirik. Nəzərə alsaq ki, oyunlarda ilk başda xarakterlərə həmişə bir dənə basic də olsa silah verirlər. Nəsə eləyə bilməsi üçün. Bizim də silahımız hal-hazırda bir dənə qılıncdır. Ona görə ilk 0 level, required level'daki bizim istifadə edəcəyimiz silaha gəlin light sword deyək. Underscore-la yazaq. Və light sword-un row editoru, yəni bu row-nun elementlərini özündə saxlayan hissə də buradır. Burada gəlib onun adını verməliyik. Amma burada adını boşluqla verə bilərik. Və görürsünüz, burada ad düşdü artıq. Bu row neyimdir? Bu da row-daki elementin adıdır. Yəni onu unutmayın. Bunları siz necə izah edeyim? Sətir kimi düşünün. Sətirin bir var sətrin bütöv adı, bir də var sətirdəki elementin adı. Sətirdəki elementin adı budur. Bizə bunu yazmaq ona görə vacibdir. İndi mən istəyirəm ki, ilkin damage value'su 10 olsun. Yəni basic silahdır. Düşmanın canı 100-dürsə, yəni 100 olacaq standart. 10 dəfə vuraq bu light sword-la və düşmanı məğlub edə bilək. Required level-ı 0 saxlayacaq. Çünki dediyim kimi ilk başda biz onu başlayandan belə olacaq. Icon hissəyə gəlin hələ ki random bir dənə icon qoyaq. Bir saniyə. Çünki biz onsuz silahlarımızın hamısının iconlarını tapıb bura qoyacaq. İlk başda hələ ki bizə sadəcə belə deyim də. Hətta gəlin elə biz UI üçün istifadə elədiklərimizdən qoyaq. Yox, bunu shield'a qoyarıq. Bu qalsın.
Yox, əslində shield-a ehtiyac yoxdur. Hələ ki bunu qoyaq. Onsuz da bundan sonra biz ikonlarımızı istədiyimiz kimi gətirəcəyik. Və statik meşə bizim özümüzün sorduğumuz var idi. Yadınızdadırsa. Sort buydu deyəsən. Hə. Bir saniyə. RPG-də deyəsən. Öz sorduğumuzu qoyuruq və melee weapons gördünüz. Bu melee də bizim burada yox, çox üzr istəyirəm. Burada yaratdığımızdır. Melee weapons, range weapons, armor, shield hamısı buradadır. Artıq hamısı bir-birinə assign olunub. Və biz melee-ni seçirik və hazırdır. İndi gəlirik təkrardan add items-a basırıq və bu item'ın adını heavy sword qoyaq. Bizim daha güclü bir belə qılıncımız olacaq. Hansı ki biz ondan rahat istifadə edib daha çox atak eləyə biləcəyik. Eyni adı gətirib burada yazıram. Heavy sword. Düz yazıram. Hə. Və damage'i 20 olsun. Required level'ı 5 olsun. Daha belə daha çox XP lazım olsun buna. Məsələn, plusu buna qoyaq hələ ki. Burada static mesh üçündə məsələn bu sferi qoyaq. Yəni dediyim kimi fərqi yoxdur. Biz onsuz asetlərimizi dəyişəcəyimiz üçün əsas biz aldığımız sistemi bir dəfə oturduq. Bunu da yenə elə melee weapon kimi saxlayırıq. Gəlib bir dənə də add edirik. Və buna gəlin bir dənə də ranged weaponımız olsun da. Yəni hamısı melee olmasın. Ranged olsun, onu da işlədə bilək. Olsun wooden bow. Gəlib eynisini də buraya yazaq. Və wooden bow'un damage'i deməli. Bir də bunu açım. Damage. Range silah olduğu üçün və wood'un olduğu üçün bizə lazımdır ki, məsələn, heavy sword'dan əlbəttə ki, damage'i daha az olacaq. Hətta light sword'dan da damage'ini daha az qoyacaq. Çünki oyunlarda belə bir məntiq var. Əgər siz melee weapon'la düşmanın üstünə gedirsinizsə, risk alırsınız. Birbaşa özünüzü belə təhlükə için atırsınız. Ona görə də sizin atakınız o situasiyada daha çox olmalıdır. Amma uzaqdan vurursunuzsa atakınız daha az olmalıdır. Ona görə də burada atakı 5 qoyacağım. Required level isə bu tip yəni qılınca nəzərən daha advanced bir silahdır. Niyə? Çünki sizi hər nə qədər damage az olsa da sizi döyüş alanından kənarda tutur və bu da sizə avantaj verir ki, daha rahat bir şəkildə rəqiblərinizi öldürə biləsiniz. Önce required level 2 olsun. Gəlib buradan məsələn fərqli bir şey qoyaq. Məsələn konus qoyaq buradan da və range weapons eləyik. Save edirik. Buranı bitirdik. İndi təkrardan qayıdaq. Deməli, indi biz gəlirik, right click basırıq. Buradan blueprint klası və actor blueprintimizi yaradırıq. Və actor blueprintimizin adını BP underscore weapons qoyuruq. Çünki indi biz nə edəcəyik? İndi biz elə eləyəcəyik ki, bu yaratdığımız bütün hər şeyə belə səhnədən pick-up eləyə bilək, aksesimiz olsun. İndi açırıq. Bu şəkildə bizi bir actor blueprint pəncərəsi, default pəncərəsi qarşılayır. Add hissəyə gəlirik. Static mesh. Static meshimizi bura əlavə edirik. Və static meshimizdən sonra da yeni bir variable yaratmalıyıq bu hissədə. Hansı ki, adını biz qoyaq, gəlin item data. Bir saniyə. Item data. Və onun type-ını buradan gələcəyik və s underscore slot. Slota çevirəcəyik. Bunu niyə eləyirik? Biz artıq slotumuza belə deyək, birbaşa aksesimiz olsun və birbaşa onu get eləyə bilək deyə onu bir variable-ın type-ı kimi veririk. Bu arada burada instance editable-ı enable eləməliyik. Bir də expose on spawn. Bunun səbəbi nədir? Biz səhnədən belə deyək, səhnəyə əgər S slotumuzda olan elementlərimiz spawn olubsa və ya biz onları götürmüşüksə, biz bunu ani şəkildə, reflektiv bir şəkildə edə bilək deyə biz bunu edirik. İndi bir dənə compile save edirik və item datanın deməli details hissəsində indi baxın data table-ı biz öz yaratdığımız DB qoyuruq və burada bizim yaratdığımız 3 fərqli versiya var, görürsünüz. Hələ ki heavy sort qoyaq, light sort qoyaq hələ ki. Sonra biz bunu onsuz da zamanla oyunun içində fərqli qoyacağıq. Hətta light sort yox, yəni heavy sort qoyaq, sonra dəyişəcək. İndi construction script-ə gedirik. Construction script-i biz niyə eləyirik?
bu aktör səhnədə olduğu an avtomatik olaraq construction scriptdə yazdığımız hər şey olsun deyə item datanı səhnəyə get eləyirik və 2 dəfə split eləyirik. Bunu 2 dəfə split eləməyimizin səbəbi niyyədir? Bir saniyə, split structure print. Biz bir dəfə split eləyəndə item datanın itemını əldə edirik. Amma ikinci dəfə split eləyəndə həm data table-a, həm row name-ə aksesimiz olur. Bir saniyə görsədim. Hə. Burada data table-ı bir dəfə split eləyəndə data table aksesimiz olur. İkinci dəfə split eləyəndə buradakı iconların adını da. Iconların adına ona görə ehtiyacımız olacaq ki, biz buradakı adlara uyğun da dəyişikliklərimizi eləyəcəyik. Bir dənə Ctrl save eləyim. Compile save eləyim. İndi data table-dan, yəni data table node olan hissədən get data table row. Get data table row. Sadəcə özünü götürürük və bunu construction'a birləşdiririk. Row name'i avtomatik olaraq buradan birləşdiririk olduğu kimi. İndi gəlirik buradan out row hissəsindən break s weapons. Və gördüyünüz kimi bizim bir saniyə S weapon'ımızın daxilindəki hər şeyə artıq burada aksesimiz var. Yəni cast eləmədən, nə bilim blueprintə təzədən assign eləmədən artıq beləliklə birbaşa aksesimiz olur hər şeyə. İndi nə edirik? Static mesh'i bura get eləyirik səhnəmizə və static mesh'dən set static mesh var. Yəni yaradım. Hə. Set static mesh, hansı ki target is static mesh component. Bunu seçirik və deməli bizə lazımdır mesh, static mesh'imizi new mesh'ə birləşdiririk və burada row found'u set static mesh'ə birləşdiririk. Bir saniyə biraz belə alım. Səliqəli, oxunaqlı bir kod olsun. Aha. Bundan sonra nə edirik? Deməli static mesh'i də bura birləşdirdik. Neysə, compile save edirik. Və compile save edildikdən sonra bir şey qaldı. Deməli, bir saniyə. Tamam, burada heç bir problemimiz artıq qalmadı. İndi gəlirik bu BP-ni səhnəyə atırıq. Baxın, görürsünüz. Niyə kürə şəklində çıxdı? Onu izah edeyim sizə. Bir saniyə, burada o data table-ı, buradadır. Baxın, bizim databazamız, weaponlarımızda biz heavy sortda kürə qoymuşduq. Light sort bizim sortumuzun özüydü. Gəlin, belə eləyək. Üstündə tak və balacalaşdıraq. Və bir saniyə. Aha, bura yaxşıdır. Belə qoyaq. Deməli, bizim light sortumuzun onsuz da özünün eski basım. Light sortumuzun özünün onsuz da şey var idi. Static mesh'i var idi. Heavy sortumuzun static mesh'i bu yumru kürə idi. Wooden bow'umuzun da bu konusuydu. Biz artıq burada görürük ki, bizim elədiyimiz hər şey işləyir yerli yerində normal bir şəkildə. İndi təkrardan nə edirik? Deməli, gəlirik təkrardan equipment system qolumuzun daxilinə. Buradan blueprint klassı seçirik və burada indi bir dənə actor komponent yaratmalıyıq və bu actor komponentimizin adı bir saniyə blueprint komponent altdan xətt elə qolduğumuzla eyni ad olan equipment system. İndi biz nə edəcəyik? Okey, səhnədədir də deyək. Baxın, gəlirəm. Səhnədə olmasa mənim üçün heç bir əhəmiyyət daşımır, görürsünüz. Adi bir dənə statik mesh kimidir bu. Amma mən istəyirəm ki, mən bunu pick-up eləyə bilim. Interact eləyə bilim. Daha doğrusu pick-up yox, interact eləyə bilim. İndi biz bunu eləyəcəyik. Bir dənə equipment sistemimizi açaq. Equipment sistemimizin daxilində birinci yeni bir funksiya yaratmalıyıq. Hansı ki, həmin funksiyanın adı olacaq add weapon. Add weapon deyəndə nə mənadır add weapon? Biz səhnədəki fərqli weaponları öz inventoryımıza əlavə edə biləcəyik. Ona görə biz bunun adını add weapon qoyuruq. Və buradan, deməli, biz yeni bir variable yaratmalıyıq. Hansı ki, variable'ımızın adı olacaq weapon slots. Weapon slots, bəli. Və onun variable'ının type'ını da gəlib buradan s underscore slotsla dəyişirik. Compile save edirik. Bu hazırdır. İndi biz
bura gəlsək, bu arada burada biz bunu array'e çevirməliyik, bir daha compile verməliyik ki, biz buraya weaponlar əlavə edə bilək. Baxın, burada slotları açıb weaponlar əlavə edə bilirik. Görürsünüz, data table falan da seçib. Hələ ki silək, hələ ki ehtiyac yoxdur. İndi biz weapon slotumuzu səhnəmizə get eləyirik və buradan add-dən istifadə edirik. Add, bəli bu. Və bu add-i, deməli, add weapon-ı add-ə birləşdiririk. Add-in bu hissəsindəki bu belə new item hissəsini isə təkrardan add weapon-a birləşdiririk və yeni bir input yaradırıq. Elə bu adın da olduğu kimi, yəni new item saxlayırıq, dəyişmirik. Bir dənə compile save eləyək yenə. İndi gəlirik third person qovluğumuza. Interact eləməliyik yaxı. Interact eləyə bilməyimiz üçün də bizim bir dənə input valuesuna ehtiyacımız var. Actionları açırıq. Input actionları və yeni bir input action burada yaradırıq. Və bu input actionımızın adını interact qoyaq. Interact. Aha, bəli, düzdür. Mən nə eləmək istəyirəm? Interaction üçün bir dənə E düyməsi olacaq, Y düyməsi olacaq, nə deyirsinizsə. Həmin düyməni biz hər dəfə basanda fərqli kod bloklarındakı belə deyək, yazdığımız sistemə əsasən fərqli cür interaksiya edəcək. Məsələn, bir dəfə E-ni basanda qapını açacaq. Bir dəfə E-ni basanda, nə bilim, gedib, məsələn, silahı pick-up eləyəcək. Bir dəfə E-ni basanda chest açacaq. Məsələn, bizdə əvvəl düymələr qarışıq idi axı, volt üçün, crouch üçün, məsələn. Bunun bənzərini onlar üçün də eləyəcək. Amma hələ ki, birinci interaktla başlayaq. Buradan sonra eləyəcəyimiz bir şey yoxdur. Gəlirik input mapping sistemə. Qarışıb bura, bir saniyə. Yenisini əlavə edirik və yenisini əlavə edəndə burada interact axtarırıq və düymə kimi də Y düyməsinə assign eləyirik. Çünki mən hər dəfə E-ni basanda istəyirəm ki, interact edim. İndi gəlirik təkrardan BPC equipment sistemə və BPC equipment sistemin event qrafı bizə lazımdır. Biz gəlirik bura. Event qrafda gəlib interact, bu balaca oxla olanı gətirib səhnəyə alırıq. İndi biz nə edəcəyik? Biz elə edəcəyik ki, biz hər dəfə E-ni basanda, interact eləyəndə bizim istədiyimiz, belə deyək, şeyləri eləyə bilək. Gəlib burada bir dənə sphere trace for objects yaradırıq. Python olur, for objects yaradırıq. Və begin play-dən deməli, biz indi bir-iki şey eləməliyik. Gəlib bura bir dənə get owner yazaq. Begin play alaq bura. Get owner. Get owner-dan biz deməli third person'umuza cast eləməliyik. Cast to third person character. Onu da event begin play-ə bağlayırıq. Və bir saniyə compile save edək. Compile'da xəta var, çünki biz burada elə object types-ı müəyyən eləməmişik. Onu da eləyəcəyik onsuz da. Deməli, SBP-dən bir saniyə. Get follow kameranı çağırırıq və get follow kameranı right click vururuq. Promote variable eləyirik və variable'ın adında elə olduğu kimi follow camera variable saxlayırıq və cast'ı ona birləşdiririk. Bu şəkildə biz artıq follow kamera üçün də bir variable'ımız var, hər dəfə rahat götürmək üçün. Error'dan narahat olmayın, dediyim kimi onu düzəldəcəyik. Gəlin biz belə eləyək, qarışmaması üçün buranı comment deyək və commentə yazaq pick up, hətta trace, pick up trace eləyək, gətirək bura, biraz da aşağılıq. İndi nə edəcəyik? Burada bizim start və end hissələrimizi hazırlamağa başlayacaq. Bunun üçün follow kameranı səhnəmizə alırıq və follow kameradan deməli get world location çağırırıq. Bu bizim başlanğıc nöqtəmiz olacaq, startımız. Bundan sonra öncəki videoda da elə eyni sistemi düzəltmişdik. Follow kameranı biraz aşağı alırıq bura və follow kameradan bir dənə də burada aşağıda get world rotation eləyirik. Bu arada mən fikir verdim, bunları eləyəndə niyə elədiyimizi anlatmırdım. Biz başlanğıc olaraq onsuz da kamera harda başlayırsa o şəkildə başlayırıq. Amma son olaraq harda olacağımızı kameranın get world rotation'ını götürürük. Çünki ola bilər ki, biz səhnə içində yerimizi dəyişmiş ola bilər, rotation'ımız dəyişmiş olsun. Və daha sonra da get forward vektor götürürük. Çünki
Biz önə baxaq, sağa baxaq, sola baxaq, fərqi yoxdur. Rotation'ımızdan forward vektor alanda avtomatik baxdığımız nöqtəyə baxmış oluruq. Təkrardan hesablamamıza ehtiyac qalmır. İndi gəlib buradan bir dənə multiply yaradırıq. Və bu multiply'ın bu hissəsini bir dənə float'a çevirək. Mən istəyirəm ki, min olsun. Uzaqdan da olan elementi götürə bilim. Gəlib buradan add eləyirəm. Və add-i get with location'dan birləşdirirəm. Bunu da n-də birləşdirirəm. Comparative object type-ini də eləyəcək. Atomun error'dan radiusu 15 verirəm. İndi object type əsas məsələ. Buradan gəlirik. Make array deyirik. Və biz burada world dynamic seçməliyik. Bizim elementlərimizin tipinə uyğun olaraq. Bunu biraz kənara alım. Aha, belə daha səliqəlidir. Bunu da bura alaq. Daha səliqəli düzəldik. İndi compile veririk. Gördüyünüz kimi heç bir compile xətamız və problemimiz yoxdur. İndi gəldik bu hissəyə. Həmişə elədiyimizə. Return value-dan bir dənə branch yaradırıq. Və output-dən də gətirib break it result çağırırıq və indi nə edəcəyik? İndi biz break it result-dan, hit actor-dan bizim blueprint weapon-ımıza cast eləyəcəyik. Cast-ı bp underscore weapon. Bunu eləyirik. Biz bunu eləyirik ki, hit actor-ı bu weapon blueprintindəki weaponları tanısın və biz onlara hit eləyəndə, yəni əslində onlara yaxınlaşanda onları götürə bilik. Və biz branchimizi castımıza birləşdiririk. As BP hissəsində də gəlib buradan get item data eləyirik və buranı da bitirdik. Yəni, indi add weapon'ımızı biz səhnəyə alırıq. Burada new item hissəsinə item data birləşdiririk. Cast'ı da add weapon'ın özünə birləşdiririk. İndi bura compile save eləyim. Sort person blueprintimiz bağlıdır. Gedək onu açaq. Sort person blueprint. Bunu açırıq. Niyə? Çünki biz sort person blueprintimizi, equipment sistemimizi daxil etməmişik. Onu mən indi yadıma düşdü. bpc underscore equipment sistemimizi də bura daxil edirik. Compile save eləyək ki, bizim öz sort person blueprintimiz də equipment sistemimizdən xəbər olsun. İndi gəlin belə eləyək. Bir saniyə biz bir şey unutmuşuq. Bunu for duration eləyim ki, görə bilək. Baxın, yeni basıram. Yeni basıram, indi hit elədi. Yəni, götürə bilir. Bizim, belə deyək də, nəzərə alsaq ki, kameramız hansı istiqamətə baxır? Kameramızın baxdığı istiqamətdə artıq detekt eləyə bilir obyekti və görürük ki, həqiqətən də bizim pick-up eləyəcəyimiz obyektimizi line trace detekt eləyə bilir. İndi biz nə eləməliyik? İndi biz elə eləməliyik ki, onu pick-up da eləsin. Equipment sisteminin daxilinə gəlirik. Event graphda deməli, bir saniyə. Buradan as BP weapons'dan gəlin bir dənə destroy actor yaradaq və onu add weapon'a birləşdirək. Yəni biz gəlib yeni basıb silahı götürdüksə, weapon'ımız destroy olsun. Məsələn, biz bəyər orada yeni nə qədər basaq da destroy olmurdu. Qalırdı olduğu kimi səhnədə. Və destroy actor'dan sonra gəlin bir dənə də print string yaradaq və bu print string'in adını verək. Item gadget, yəni halıma gələn tək hələ ki ifadə budur. Ben compile save eləyək. Bir də gələk burada time'ı mən 10 qoyum ki, rahat görə bilək. Text color olsun. İndi bir dənə təzədən RAM verək. Gəlirik. Birinci bir dənə kənara Y atırıq. Görürsünüz, heç nə yoxdur. Gəlirik, amma burada sanki burada çox balacadır həzmi. Bir dənə böyüdüm. Və yaxud çox balacaltmışım. Bir saniyə. Aha, belə bir şey. İndi gəlirəm. Yeni basıram, götürmür çünki çatmır. Yeni bastım, götürdü, destroy elədi.
sol yuxarıda da gördüyünüz kimi item gazet yazılıb. İndi bizim UI'mızın üstünə çıxıb deyə tam görsənmir, amma bir saniyə. Bir daha gəlin belə bir şey deyək. Yeni basıram götürmür. Yeni basıram götürdü. Destroy elədi. Item gazetdə sol yuxarıda çıxdı. Bizim kodumuz da işləyir. Hər şeyimiz də belə deyək yerli yerindədir artıq. İndi bir şey daha qaldı. Onu da tez düzəldək. BPC equipment sistemə gəlirik. Event qrafının daxilində mən bir dənə debug key yaratmaq istəyirəm. Bunun səbəbi nədir? Mən indi bunu bir saniyə çoxaldacağam və 3 itemimizi də bura yerləşdirəcəm. Da bir-birindən biraz belə aralı eləyim ki, bir dəfə mən birini götürmək istəyəndə o birisiləri də səhvən götürməyim. Deməli, buna heavy-ni verək. Gələk buna da light sword-u verək. Həzmində balacalılıq scale-ını. Belə yaxşıdır. Deməli, bir daha qaydaq bura. Debug key, məsələn, H düyməsini verirəm. Buradan, deməli, indi biz weapon slotu, yəni səhnəmizi alıq, get eləyək. Weapon slotdan bir dənə for each yaradıram. Çünki mən istəyirəm ki, hər dəfə digərini görə bilsin, digərini götürə bilsin. Və press-i bağlayıram buna. Bir saniyə. Buradan indi array elementi 2 dəfə yenə split edirəm. Yenə eyni şəkildə, yəni data table və deyək, raw name-ə aksesim olsun deyə. Çünki mən istəyirəm ki, bu şəkildə şey deyəcəkdim. Məsələn, weapon götürüldü, item gazet bu olacaqdı. İndi mən istəyirəm ki, mən onları götürəndən sonra, yeni basıb götürəndən sonra haşa basanda sistemimdə nələrin olduğunu da görə bilim. Yəni, haşa basmaq bizdə şey kimi olacaq. Inventory-ni açmaq kimi, equipment sistemi açmaq kimi olacaq. İndi loop body'dən bir dənə printi yaradaq və bu printimizə biz gətirib item raw name-i birləşdirəcəyik ki, hər dəfə nəyi biz belə yeni basanda götürdüksə, nə sistemimizdə varsa, haşa basanda da onu yazsın ora. Bir dənə compile save, gəlirik bura. Baxın. Haşa basıram, heç nə yazmır sol yuxarıya. Gəlirəm. Yeni basdım götürdüm. Item gazet. Haşa basıram. Wooden board baxın. Hər dəfə basdıqca wooden board düşür ora. Gördünüz? İndi mən gəlib bu heavy attack idi da. Bastım götürdüm. Item gazet oldu. Element yoxa çıxdı. İndi F-i basıram. Bir saniyə. Mantıqlı. Aha. F yox, H-ı basıram. Bir saniyə təzədən eləyək. Çaşdım, F-i bastım. Baxın, gəlirəm. H-ı basıram, heç nə olmur. Gəlirəm, yeni basıram, item-ı götürürəm, H-ı basıram. Wooden boy görsənir, tək görsənir. İndi bir dənə gözləyək, hamısı itsin. Item gazette itsin. 10 saniyədə onun limiti, ona görə. Gəlib Y-yə basıram, item gazette götürdüm. İndi H-a basanda həm heavy sword, həm wooden-ı mən görürəm. Onlar sadəcə 5 saniyədir. Bir saniyə, item gazette yenə geçsin. Gördünüz, heavy sword və wooden bu. Artıq ikisi də məndə var. İndi gəlirəm bura. Yeni basıb bunu da götürürəm. Item gazette oldu. Gözlüyüm bir dənə o təkərdən geçsin ki, rahat görə biləsiniz. İndi yenə H-ı basıram və üçü də mənim inventörümdə. Artıq mənim istədiyim şeyi əldə elədim. Deməli, bu videoda biz structure yaratdıq. Həmin structure-ın içinə name, damage, required level, icon, static mesh type-ları əlavə elədik. Sonra enumeration yaratdıq, hansı ki melee weapon'dır, range weapon'dır, armor'dır, shield'dır, tipi müəyyən eləmək üçün. Bir dənə də structure yaratdıq, hansı ki bizim itemlarımız üçün. Sonra databaza yaratdıq. Həmin databazaya hələ ki sadəcə silahlarımız üçün light sword'u, heavy sword'u, wooden bow verdik. Buradakı iconları dəyişəcək bu arada bir sonraki videolarda. Bir dənə blueprint weapons yaratdıq, hansı ki bir saniyə viewport'a biz bir dənə sadəcə static mesh əlavə elədik. Və gəlib item dataya deyək, S slotu verdik, variable kimi, type kimi və gəlib burada databazanı artıq işlədə bildik. Bir dənə blueprint component yaratdıq, hansı ki equipment sistemimiz üçün hər şeyi də burada yazdıq, yerləşdirdik. Bir dənə input yaratdıq interaction üçün, eyni basanda artıq
pick-up eləyə bilək deyə. Və bu qədər. Yəni bu videodan bu qədər. Bir sonraki videolarda görüşmək üzrə. Sağ olun.